Müavinətlərin son artımı bəs bu istehlak mallarına, qiymətlərə necə təsir eləyəcək? Adətən bəzən görürsünüz ki, belə olanda süni qiymət artımına rastlaşırıq. Ümumiyyətlə, bunun olmaması üçün nə edilməlidir sizcə? Təbii, çox vacib məqamlardan biridir. Yəni, bir tərəfdən nəzərə alsaq ki, 1,4 milyard manat əlavə vəsait ayrılacaq. Bu, istehlakı yönəldirən vəsaitdir. Sosial istiqamətdə 17 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur və təbii ki, bunlar praktik olaraq istehlakı dəstəkləyən və təşviq edən vəsaitlərdir. O baxımdan çox vacib məqamlardan biri sosial müavinətlərin və təqaüdün artırılması və bütövlükdə sosial paketin dərinləşməsi fonunda süni qiymət artımlarına qarşı mübarizənin daha da aktuallaşması. Çünki Azərbaycanda biz inflyasiyanın strukturuna diqqət yetirsək, inflyasiya daha çox idxal inflyasiyası hesabına baş verir. Amma sözsüz əmək haqqı beləcə də sosial müavinətlər artan zaman bəzi sahibkarlar tərəfindən süni şəkildə qiymətlərin artırılması da müşahidə olunur. O baxımdan uyğun dövlət qurumu tərəfindən bir mənalı şəkildə həm istehlak bazarının monitorinq edilməsi, həm qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsi və xüsusən də süni şəkildə qiymət artımlarının qarşısının alınması olduqca vacib. Çünki artıq mövsümdür, mövsüm aylarıdır. Biz adətən əvvəlki illərdə də mövsüm aylarında xüsusən də ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətlərinin azalmasını müşahidə edirik. Ona görə çox vacibdir ki, bu mövsümdə də optimal, daha aşağı qiymətlərlə məhsulların təklif edilməsi mümkün olsun. Bu həm sözsüz nəzərə alsaq ki, Azərbaycan qanunvericiliyi və mövcud qaydalar süni şəkildə qiymət artımlarının qarşısının alınmasına imkan yaradır. Bununla bağlı təbii ki, uyğun dövlət qurumuna xüsusi səlahiyyətlər verilib. Bu kontekstdə biz həm sosial paket icra olunmağa başlanan zaman, eyni zamanda son olaraq sosial müavinətlər və təqaüdlər artırılan zaman qiymət artımlarına qarşı və xüsusən süni qiymət artımlarına qarşı mübarizənin aktuallaşması, daha da gücləndirilməsi ilə bağlı təkliflərimizi təqdim etmiş və düşünürəm ki, bu istiqamətdə işlərin daha da sistemləşdirilməsi vacibdir və birmənalı şəkildə artımlar süni şəkildə artırılan qiymət artımları tərəfindən yeyilməməlidir və ya nominallaşdırılmamalıdır. Çünki əgər təqaüd və eyni zamanda sosial müavinət artırsa, amma qiymət də artırsa, nəticədə ailənin xərci artır. Ona görə də qiymətlərin optimal saxlanması və süni qiymət artımlarına qarşı mübarizə vacibdir ki, müavinət və sosial müavinət və təqaüdlərdəki artma real olaraq vətəndaşa